Yardımlı rayonunda 1989-cu il təvəllüdlü Fərid qaynatası Elmana xəsarət yetirib. Hadisə rayonun kəndlərinin birində baş verib. Aralarında əvvəldən narazılıq olan Fərid qaynatasını kənddəki marketin qarşısında görərək ona hücum edib. O yerdən ovuc böyüklüyündə daş götürərək selofan torbaya büküb və Elmanın başının arxasına bir zərbə indirib. Daha sonra sağ yumruqla onun göz nahiyəsinə vurub. Fərid ifadəsində bildirib ki, hadisədən əvvəl atası Məhəmmədin üzünün qızardığını görüb. Atası ona qaynatasının qardaşı Vüsalın şillə vurduğunu deyib. Bu səbəbdən əsəbləşən Fərid 2025-ci il aprelin 26-sında günorta saatlarında evdən çıxaraq kəndin mərkəzinə gedib və qarşılaşdığı qaynatasına hücum edib. Onun barəsində qəsdən sağlamlığa zərər vurma maddəsi ilə ittiham irəli sürülüb və o təqsirini etiraf edib. İşə Yevlax rayon məhkəməsində baxılıb. Məhkəmədə tərəflər arasında barışıq əldə olunduğu üçün zərər çəkmiş şikayətini geri götürüb. Qərara əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad olunub və iş üzrə icraata xitam verilib. Qeyd edək ki, adlar şərtidir.